kimi Azərbaycanda Azərbaycan xalqının başına bu oyunlar ki gətiriblər, bu neçə illərdir, 30 ildən yuxarıdır ki, bu Azərbaycan müstəqillik qazanandan sonra Qarabağ probleminin bunun başına açdılar və əlbəttə ki, bu Qarabağ problemində bizim qonşularımız, əlxüsusən İran bu məsələni həlləmək istirdi və Yahudinin murdar xislətinin qurbanı olan Azərbaycan xalqı, onun rəhbərliyi, əlxüsusən Heydər Əliyev nəsli bu məsələləri hamısını ayaq altında atdı, özünü atdı İngilisin, Yahudinin qucağına və bugünkü gündə artıq ermənilərlə dostluq edirlər. Biz dostluğun əleyhinə deyilik, biz həmişə dostluğun tərəfdarı olmuşuq. Sadəcə bəzi məsələlər var, onun mən sizlərə bugün hökmən çatdırmalıyım. O məsələ budur ki,